Onu əvvəlcədən qeyd edim ki, müəllimlər, ola bilər ki, burada 38-i bəzi yerlərdə 28, bəzi yerlərdə 38 yazılır. Mən 28 yazdım, fərq etməz. Burada 28 gəlməyib üzərinə 38 gəlir, fərqi yoxdur. Əsas odur ki, mahiyyətini başa düşək. Baxırıq ki, print C, yəni C çap olunur. C-nin də dəyəri nəyə bərabərdir? F-A funksiyasına. Amma F-A funksiyasının biz qiymətini bilmirik. F-A funksiyasının qiymətini bilmirik, amma parametri nəyə bərabərdir? A-ya bərabərdir. Onun da qiyməti verilib. O zaman F5 yaza bilərik. Düzdür? C bərabər oldu F5-ə. Amma biz bu F5-in qiymətini bilmirik. Gərək ki, bu F5-i tapaq. Baxırıq ki, burada Fx funksiyası, burada da dy funksiyası var. F5-i tapdığımıza görə yazıram F5. O zaman Fx funksiyasına müraciət edəcəyik. Bu 5 burada faktik parametrdir. X ise burada formal parametrdir. Hər zaman faktiki parametr formal parametri əvəzləyəcək. İndi F5-i tapmaq üçün Fx funksiyasına müraciət etdikdə baxıram ki, burada x var, x-i tapmalıyam, y-i tapmalıyam. Sonra return qaytarır həmin funksiyaya x-nin y-in cəmini. İndi başlayaq yazmağa. Dedik ki, faktiki parametr formal parametri əvəzləyəcək. Yəni, artıq 5 burada faktiki parametr, x burada formal parametrdir. X bərabər olacaq 5-i. Yazıraq, x bərabərdir 5, üstə gəlsin 10, üstə gəlsin d. Burada da yenə 5 yazmış olacaq. Müəllimlər, normalda 5 ilə onu cəmləyərdim, deyərdim 15, amma baxıram ki, d5 funksiyasında qiymətim bilmirəm. Ona görə də kənarda bu hissədə d5-i tapmağa gedirəm, sadə dildə desək. D5 üçün isə dy funksiyasına müraciət edirik. Yenə 5 burada faktiki parametr, y burada formal parametrdir. Nə dedik? Faktiki parametr formal parametri əvəzləyəcək. Yəni y bərabər olacaq 5-ə. Baxırıq ki, burada y bərabərdir, y üstə gəlsin 4, y bərabərdir. 5-in üzərinə 4 gələcəm, olacaq 9 və return y. D5 funksiyası üçün müraciət etmişdik. Mənə nəyə qaytardı? Y dəyərini funksiyaya qaytardı. Yəni D5 bərabər oldu 9-a. D5-in yerinə gətirib 9 yaza bilərəm. Elə buradan davamlı yazacağım. 5 üstə gəlsin 10, üstə gəlsin. Artıq D5-in qiyməti var. 9 yazacağım. Bu da nəyə bərabər olacaq? 24-ə. Artıq x-in qiymətini tapmış oldum. Buradan da qeyd edəcəm. Bərabər oldu 24-ə. Müəllimlər, indi biz y-in qiymətini tapmalıyıq. Düzdürmü? Burada nəyə diqqət edirik? Bəzən səhvlik nədə olur? Yenidən müəllimlər gəlib D5 yazır. Yox, artıq x dəyərini dəyişibdir. Proqram boyunca qiymətini dəyişdi artıq. Yəni 5 idi, oldu 24. Düzdürmü? O zaman dəyişənin dəyişmiş qiymətini nəzərə almalıyıq. Artıq 5 yox, 24-ü yazmalıyıq. Ona görə D5 yazıb xəta etmiş olarıq. Bura yazıram D24. Artıq hansı qiymət? X-in yeni qiyməti. D, y taparkən D24 üstə gəlsin 28. İndi yenə baxıram ki, D24 funksiyasının qiyməti yox. Bunun üçün yenə D funksiyasına müraciət etdikdə sadə dildə desək, yenə faktiki parametr D24 üçün yazıram. Faktiki parametr 24-dür. Y burada isə formal parametrdir. Demək, faktiki parametr formal parametri əvəzləyəcək. Yəni, y bərabərdir 24. Y də bərabərdir 24, üstə gəlsin 4. Bərabər oldu 28. Və return y olduğuna görə, yəni D24 üçün müraciət etmişdik. Bizə 28 cavabını qaytardı. Düzdürmü? İndi yerinə yazıram. Bərabərdir. Artıq D24-ün yerinə 28-i yaza bilərəm. 28 üstə gəlsin 28. Nəyə bərabər oldu? 56-ya. Artıq x-in də qiyməti məlumdur. Y-in də qiyməti məlumdur. Bunu da buradan yazaq 56. Düzdürmü? İndi deyək ki, return x üstə gəlsin y. Biz ən əvvəldən hansı funksiya üçün yazırdıq? Yəni, bu dəyərləri tapırdıq. F5 üçün. F5 üçün bizə qaytaracaq y-lə x-in fərq yox toplanan yer dəyişəndə cəm dəyişimi x ilə y-in cəmi. Yəni, 24 üstə gəlsin 56. Bu da nəyə bərabərdir? 80-ə. F5 üçün müraciət etmişdik. F5 bərabər olacaq 80. Cavab da olacaq 80. Yox, əgər burada 38 isə üzərinə 38 gələcəkdir.